Əleyhisselamın gözəl hədisi var. Buyurur ki, səbir sahibi olun. Çünki ağıllı və uzaq görən adam ilk dəfədən səbri seçir. Taqətsiz, zəif adam isə sonradan onsuz da səbrə dönür. Bilirsiniz necədir? Deyir, əvvəldən hazır olun, səbirli olun. Uzaq görən adam sizsə bilirsiniz həyatda bunlar olacaq. Amma zəif adam neyinir? Zəif adam əvvəl bir burnuxur, çabalayır, etiraz eləyir, qışqırır, bağırır, sonra yenə onsuz təslim olur. Amma day bu təslimiyyətin bir dəyəri olmur.